Türkiyə-Azərbaycan münasibətləri Şuşa bəyannaməsindən sonra yeni bir mərhələyə qədəm qoydu və artıq təkcə strateji müttəfiqlik anlayışından və yaxud da dost, qardaş ölkə anlayışından strateji maraqlarını və hətta taktiki addımlarını belə bir-birindən uyğunlaşdıran, faktik olaraq eyni siyasət yürüdən, istər region üçün, istərsə də dünya üçün bir nümunənin şahidi olduq. Əgər bundan əvvəlki illərdə biz dost-qardaş ölkə timsalında danışırdıqsa və xüsusən xarici siyasət istiqamətində münasibətlər sistemini güzəştli və yaxud da qismən razılaşdırılmış formada həyata keçirirdiksə, 2025-ci ilin yadda qalan ən böyük xüsusiyyətlərindən biri oldu ki, istər İslam ölkələri konferansında və yaxud da Şərq ölkələrinə münasibətdə yürüdülən siyasət, istərsə də yaxın uzaq qonşularla bütövlükdə perspektiv strateji və cari siyasətin hamısı Türkiyə ilə ortaq bir xətt kimi yürüməyə başladı. Və inanıram ki, bu yürüdülən və başladılan bu tipli xətt gələcək üçün çox böyük nəticələrə gətirib çıxaracaq. Ən böyük nəticə yəqin ki, iqtisadi münasibətlər sistemində yeni əlaqələrə qədəm qoyulacaq. Bu istiqamətdə xüsusilə gömrük rüsumlarının ləğv olunması, artıq xarici vətəndaş kimi Azərbaycanda və yaxud da Türkiyədə hər iki ölkənin vətəndaşlarının xarici ölkə vətəndaşı kimi deyil, ölkə vətəndaşının qəbul etdiyi imtiyazlarla hamısı ilə bir yerdə istifadə hüququ, məsələn, istər təhsildə, istər səhiyyədə, istər sığortada və s. kimi. Bunun üzərində bildiyim, aldığım informasiyaya görə iş gedir. O cümlədən də xüsusilə gömrük siyasətində çox böyük irəliləyiş ola bilər. MDB ölkələri ilə ən azı bağlanılan müqavilə çərçivəsində Türkiyə ilə də o müqavilə bağlanıla bilər və bunun üzərində iş gedir və gömrük rüsumları aradan qalxar. Bu isə bizim daha çox yaxınlaşmağımıza və daha çox imkanlar əldə etməyimizə, o cümlədən də həm iqtisadi münasibətlər sisteminin, həm də inteqrasiyanın artmasına gətirib çıxara bilər. Təhsil və səhiyyə sistemində özəlliklə eyni vətəndaş statusuna malik olma, Azərbaycan vətəndaşlarından bilirsiniz ki, xeyli hissəsi Türkiyədə təhsil alır, o cümlədən Türkiyədən də burada təhsil alan tələbələr var. Bundan əlavə səhiyyə üçün də, sağlıq üçün də Türkiyəyə gedən kifayət qədər Azərbaycan vətəndaşları var. Onlar da gələcəkdə öz ölkə vətəndaşlarına tətbiq olunan statusu Azərbaycana və yaxud da Azərbaycan da öz ölkə vətəndaşına tətbiq etdiyi statusu onlara tanıyanda artıq yeni bir mərhələ üçün və inteqrasiya üçün yeni qapıların açılması olacaq. Bu həm də Türkistan Cumhuriyyətləri üçün də, Orta Asiya Cumhuriyyətləri üçün də bir nümunə olacaq ki, 2025-ci ildə buradan keçid etsək Türkistan Cumhuriyyətlərinə, Azərbaycan və Orta Asiya Cumhuriyyətləri arasında yeni bir dövrün başlanğıcıdır. Xüsusilə Orta Asiya Cumhuriyyətlərində bir birlik formalaşdırılması və o birliyə də Azərbaycanın dəvət olunması önəmli faktorlardan biri idi. Azərbaycan bunu böyük məmnunluqla qəbul etdi. Amma iki tərəfli münasibətlər sistemində də Orta Asiya respublikaları ilə Azərbaycan arasında çox yeni bir mərhələ başladı. İstər Qazaxıstanla, istər Özbəkistan, Türkmənistanla. Bilirsiniz ki, Türkmənistanın həm Məsləhət Şurasının sədri, həm də prezidenti ümumiyyətlə Türk dünyası ilə münasibətlər sistemində inteqrasiyanın o qədər də tərəfdarı deyildi. Amma Azərbaycanın bilavasitə dövrəyə girməsi və Azərbaycanın bunlarla münasibət qurmasından sonra artıq Türk dünyasının bütün tədbirlərində iştirak və o cümlədən Azərbaycana səfər, Azərbaycanla bağlı xoş sözlər və ciddi münasibətlər sisteminə və əlaqələrə artıq start verilməsi onun göstəricisidir ki, Azərbaycan əslində Türk dünyası arasında bir əlaqələndirici, bir birləşdirici funksiyanı da yerinə yetirir və bu münasibətlər sistemində də təbii ki, Türkiyə-Azərbaycan bir nümunə kimi bu Türk Cumhuriyyətlərinə göstərilir.